Azərbaycan Respublikası ilə Türkmənistan arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsi üçün texniki şərtləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Türkmənistan Gömrük Xidmətinin sədri Maksat Xudayquliyev mübadilə etdilər. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında protokolu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Türkmənistan Gömrük Xidmətinin sədri Maksat Xudayquliyev mübadilə etdilər. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Türkmənistanın Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Komitəsi arasında idman sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunu Azərbaycanın Gənclər və İdman naziri Fərid Qayıbov və Türkmənistan Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Komitəsinin sədri Allaberdi Saparov mübadilə etdilər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkmənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunu Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev və Türkmənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Muhammed Seyid Slapov mübadilə etdilər. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Türkmənistanın Səhiyyə və Tibb Sənayesi Nazirliyi arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunu Azərbaycanın Səhiyyə naziri Teymur Musayev və Türkmənistanın Səhiyyə və Tibb Sənayesi naziri Miratberdi Qayıpov mübadilə etdilər. Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın həmsədri Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistanın Səhiyyə və Tibb Sənayesi naziri Miratberdi Qayıpov mübadilə etdilər. Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında 2026-2028-ci illər üzrə sənaye sahəsində əməkdaşlıq proqramını Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın həmsədri Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistanın Sənaye və Tikinti İstehsalatı naziri Toyğulu Nurov mübadilə etdilər. Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Türkmenneft Dövlət Konserninin sədri Quvanc Ağacanov mübadilə etdilər. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunu Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın həmsədri Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Xoccamurad Qildimuradov mübadilə etdilər. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Türkmənistan Maliyyə və İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumunu Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın həmsədri Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Xoccamurad Qildimuradov mübadilə etdilər. Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında sazişi Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın həmsədri Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Xoccamurad Qildimuradov mübadilə etdilər. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Türkmənistanın Xarici İşlər Nazirliyi arasında 2026-2029-cu illər üçün əməkdaşlıq proqramını Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Xarici İşlər naziri Rəşid Merodov mübadilə etdilər. Sonda Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdi Məhəmmədov prezidentlərin birgə bəyanatını imzaladılar.